din məsələsi ideoloji bir məsələdir. Heç kim öz olduğu məzhəb və dini səhv bilmir. Yəhudi özünü düz bilir, Xristiyan özünü düz bilir, Müsəlman, İslamda olan özünü düz bilir. Yəni, bunların hər biri digərlərini səhv bilir. Peyğəmbər sallallahu buyurdu ki, mənim ümmətim içərisində 73 firqə olar. Onların yalnız içərisində firqatun naciyə, bir dəstə, bir firqə nicat tapanlardan olacaq. Ona görə məzhəbçilik mövzusunda çalışmalıyıq ki, təəssübkeşliyi kənara qoyaq, o məzhəbçilik nəticəsində təkfirçiliyə gətirib çıxarar və nəticədə bir-birimizin dininə, bir-birimizin mənsub olduğumuz səmavi kitabımıza hörmətsizlik etmiş olarıq. Allahdan diləyək, uca Rəbbimiz bizi daima onun sevimli və əziz bəndələrindən qərar versin.